araq süfrəsində şərik olursunuz, məhkəmədə düşmən olursunuz. Biz yahudilər məhkəmədə şərik oluruq, araq süfrədə dostluğumuz devam edir. Yəni biz biraz yazını, qeydiyyatı ciddiyə almalıyıq. Ortaqlar ən önəmli problem. Çalışanlar içərisində ortaqlar arasında problemlər bilinir və çalışanlar bunu istifadə edir. Yəni ortadakiler bunu istifadə edirlər. Yəni bilir ki, ortaqlar birbiriyle diyaloglarında problem var. Gəlir bir diğer ortağına deyir, diğer ortağına onların problemini istifadə edirlər. Yəni ortaqların ortaq ağılı və ortaq dili olmadığına göre, kommunikasiya ortaq olmadığına göre çalışanlar bunu istifadə edir. Birinin egosundan istifadə edir, birinin duygusalından istifadə edir və o problemiyle çalışanların birçok mahiyetinde özü çıkardır. O yüzden ortaklar önce strateji olarak, idariyet olarak bir araya gelip bütün mevzuları, bütün məlumatları birbirine vermelidirler. Verme bacarığı olmalılar. Eğer eləməsələr çalışanlar o bacarığı istifadə edəcəklər.